Deməli təxminən 6000 idarə eləmişəm maşını. Sıfırdan da məndə idi. Gəlmişəm indi Bakı Ələcə mərkəzinə yağı dəyişməyə. Salisə şəxsən özü nəzarət eləyir. Elvin usta da sağ olsun. Yağı dəyişir. Salam əleykum, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Ramal bəy. Nətərdir işləri? Yağ dəyişmə prosesi bildiyim Yağ qədərlə. dəyişmə prosesi Ramal bəy, bu keçən dəfə yadınızdadsa bu avtomobili mən çəkmişdim ki, hələ bunu təxminən 5-10 min kilometr aralığında sürmək lazımdır zavod tərəfindən gələn yağı. Çünki kitabçasında da yazır ki, 6000 kilometrdən sonra dəyişə bilərsiniz. Belə yazıb ki, amma orada da kitabçasında da yazır. Bu da nədir? Çanqan Q05. Bu avtomobildə ili də 2025-dir. 6000 nə qədər də yol gedib. Artıq biz qərar verdik ki, bunu dəyişək. Kitabçasında da qeyd olunub ki, mütləq bunu orijinal filtrlə əvəz eləmək lazımdır. Amma zavod tərəfindən tövsiyələrə uymuruq. Çünki SKT burada hər şeyi dəyişir. Həmin SKT-nin kodu biz də nə edək? Göstər, bu SM148-dir. Bax, orijinal filtrinə baxın. Gör nə qədər bundan aşağıdır. Görürsünüz? Yəni bunun süzücülük qabiliyyəti bundan çoxdur. Hal-hazırda bax, SKT-nin süzücülük qabiliyyəti bundan çoxdur. Bu üzərində gələndir. Bax, bu zavod tərəfindən qoyulandı. Zavod tərəfindən qoyulandı. Amma biz qoyduğumuz görsən SKT-nin SM148 kodludur. Hər kəs də bilsin. Çanqan Q05-ə, 1.5 mühərriklərə, plug-in hibridlərə gedən SKT-nin filtri məhz budur. Hər kəs bunu dəyişə bilər. Və bir də nə? Yağı da nə tökəcəyik? Yağı da görsün, bax, hal-hazırda Manol firmasında 7920 hibrid yağıdır, bax, hibrid. 0.16 ilə dəyişəcəyik. İlsaq Ciyev 6 tələbi ilə də 6B ilə full sintetikdir. Bax, bu yağla dəyişəcəyik. Bunu da artıq zavod tərəfindən tövsiyə olunan yox. Niyə? Çünki o özü tökmüşdü. Nə yağ töküb bilmirəm. Özü yağı töküb 6000 kilometr o zəmanət vermişdi. Amma hal-hazırda bu Manolun bu hibrid yağını, məhz bunu tökəcəyik üzərinə və 10.000 kilometr yazılı zəmanət verəcəyik. Bu avtomobilə sıfırından biz qulluq eləyirik. İnşallah zamanla gələcək, 100.000 kilometr gedəcək, mühərrikin içərisinin təmizliyini sizə göstərəcəm ki, görün Manol keyfiyyəti, Manol qoruması necədir. Bu dəqiqə hal-hazırda filtri də bağlayaq. Filtri də hər zaman demişəm, keçən dəfə demişəm ki, filtri ustalar nə edirlər? Açarla necə açırlarsa, o açarla da bağlayırlar. Gəlin, bax, bura yaxınlaşır. Açarla necə açırlarsa, elə də bağlayırlar. Bax, buna sadəcə olaraq, bax, təzə yağdan, bax, bu hissəsinə vurmaq lazımdır. Gördünüz, bax, belə. Gətiririk filtri bağlamağa. Gəlin, sizə bunu sərbəst şəkildə göstərəcəm. Bunu açarla sıxmağa ehtiyac yox. Bax, qoydunuz bunu, bax, fırladırsınız, bax. Bax, nə zaman dəydi, gördünüz, bax, bir də baxıram, baxın, bax, fırladım. Bura dəydisə, bundan sonra kitabda deyir ki, bunu 3 dəfə. Bax, bu 1, 2, bax, bir dəfə də 3. Bundan sonra da bunu açarla dəyişməyə ehtiyac yoxdur. Hani bütün ustalara bunu göstərəm ki, bilsinlər. Bununla bağlı mənim videomda var ki, bax, 3 dəfə bağlansa, bunu açarla bağlamaya ehtiyac yoxdur. Çünki bu sanlik üzərindədir. Bunu açarla nəyi var, sıxırsınız, sabahdan problemlər yaşayırsınız. Belə. Bu qədər. İndi birazdan da yağını tökəcəm, indi altını bağlayarım. Yağını tökəndə də sizə artırını da göstərəcəm. Bir şey də nəzərinizə çatdırın. Bax, hava filtri də hal-hazırda 6000 gedibdir. Bakının özdəki bütün tozlu torpaqlı məhəllələrində gəzib. Həzarstanovdan belə tutmuş, Masazırdan belə tutmuş, Mərdəkana qədər gəzib. Bax, 6000 kilometr sürülübdür. Heç nəydə yoxdur. Bax, sadəcə olaraq bunu havalayıb qoyacaq yerinə. Yəni, bugünkü gün dəyişməyinə dəyməz. Bax, kodlaşması da ki budur. Yəqin ki, indi baxacaq buna da. Bax, indi bax, kodlaşması da budur. İndi buna da baxaq görək. SKT-də var, yoxdur. Olmasa da ki, bilirsiniz ki, SKT-nin əlində heç də problem yoxdur. Bir neçə günə də Azərbaycana daxil edəcək bu filtrdən. Yaxşı, qoy bunu bağlayaq yerinə. Mühərrikxananı da necə təmizləmək lazımdır, onu da sizə göstərəcək. Bax, hava filtrinin boltlarının bağlamağına da baxın, bax. Bağlanandan sonra bunu da tutmaq lazım deyil. Təzə maşın, sabahdan deyəcəyik ki, bu nə oldu? Çin maşınında ona görə xarab oldu. Gördün, bax, axırına bax. Bax, yavaşcana basıqdın, yetərlidir. Daha bunun üstünə minməyə ehtiyac yoxdur ki, elə bir ki, şatın boltu çəkməsin. Bax, belə sıxırsınız, axırda dirəndi. Bax, bir bağladığını belə edirsiniz, yetərlidir. Bax, bunu artıq nəyi var, sıxmağına dəyməz. Sıxın, sonra sarbat olsun, sonra denən ki, bu Çin maşın. Gördün, bax, bu qədər yetərlidir. Bax, bir dəqiqə şunu da sizə göstərim, nə qədər getdi. Yağı da göstərəcəm ki, neçə litr yağ gelir, bax. Hal-hazırda 4 litr yarım töymüşük. 4 litr yarım töymüşük. Bu yanına görə bilsəniz, gəlib baxın, bir dəqiqə qoy zəhmət olsun.
Nə qədər yağ getdiyini də özünüz bilin ki, bundan sonra kimdə dəyişəcək, özünüz alacaqsınızsa görün, bax, düz bax, görürsünüz, baba. Bax, düz maksimumdadır. Bax, bu artıqlıq da indi mühərrik işə salacaq, onu da filtr götürəcək. Nə qədər getsə, gəlin buradan da sizə göstərim. Gördünüz, bu 5 litrlikdir, yarım litri qalıbdır. 4 litr yarım. 4 litr yarımda yağ gedir. Çangan 205 və 1.5 plug-in hibrid. Yəni yağ filtrinin kodunu sizə göstərdim. SKT-də SM148 bu kodu. Yağı da manual hibrid 0.16 özünüzdə baxın. Full sintetik və 4 litr yarımda yağ. Bunu 10.000 kilometr sürəndən sonra gəlib burada dəyişəcək. Artıq birinciyə, çünki bizim deyildi birinci. Allah bilir, Çinin də hansı məhəlləsindən gəlib, indi orada kimlərsə dəyişibdir. Amma bu dəfə 10.000 kilometr sürəndən sonra yağın faiz dərəcəsini də sizin yanınızda bir də ölçəcəm. Ondan sonra sizə də göstərəcəm. Diqqətinizə görə çox sağ olun. Xeyirli uğurlu olsun. İş prosesimiz qurtardı. Artıq mühərrikxananı da yumaq, su vurmaq, şırnaqlı su vurmaq elə bir şey yoxdur. Çünki nəyə görə gəlin baxın. Bunun üstündə də bax, görürsünüz, həm bu hibriddir. Bura su vurmaq qəti qadağandır. Kitabçasında da yazır ki, qəti qadağandır. Ora hər hansı bir su damlası dəysin. Biz də nə edəcəyik? Manolun 6117 bax, köpüyü var. Özünüzdə baxın. Getdik, indi nə edəcəyik? Bax, hər yerə, haranı istəyirsən bax. Haranı istəyirsən, bax bu şəkildə. Bax, beləmsə təmizlənə, tozu torbağı təmizləmək üçün yalnız bundan istifadə eləməyə icazə verilir. Yoxsa sən götür suyu, şırnaqlı suyu nəyi var, sıx ora, olmaz. Bax, belə. Hara istəyirsiniz vura bilərsiniz. Bax, bu köpükdən ürəyiniz hara istəyir vura bilərsiniz. Hara istəyirsiniz üzərinə... Yəni elektronikanın üstünə də vurmaq. Elektronikanın birbaşa üstünədir. Elektronikanın birbaşa üstünədir. Hara, bax, bu da motorun beynidir. Baxın, yaxından çək. Bax, bu da motorun beynidir, gördünüz. Bax, onu da çəkirəm ki, onu da vururam ki, bax, indi mən hal-hazırda bu avtomobilə nə olsa cavab deyəm. Ona yerdə sonra deməyin ki, bax, bu mühərrikxanada bu elektronikası sıradan çıxdı, bu sıradan çıxdı. Bundan sonra da indi o şılangı çəkət bura, Elvin. Havanı gətir bura. Bax, bu şəkildə öz artıq iki dəfə mühərrik yumağa bax, bu yetərlidir, bax. Artıq bax, bunu vurandan sonra sizə də göstərəcəm ki, nə edəcəyik. Orada jit kısıtlıdır. Har ürəyi istəyir vura bilərsiniz. Mühərrikxanada har ürəyini istəyir vura bilərsiniz. Bunu da artıq ver mənə. Ondan sonra da nə edəcəyik? Bax bu hava təzyiqli hava aydanda gəl baxın. Bu vəziyyətdə mühərrikxanaya da bax. Birazda da temizleyeceğiz. Bakın. Bu vəziyyətdə təmizləyəndən sonra da bu əski ilə də baxın, bu əski ilə də nə ilə olursun, istəyir salfetka, yalan yumuşaq əski olsun. Bax bu formada, baxın, indi gəl bax təmizlədiyim yerlərə də özü də diqqət eləm baxın. Bax bu formada, yəni 2 dəqiqəlik bir şeydir. 2 dəqiqəlik bir şeydir. Bunu hətta özünüz də ev şəraitində də bunları edə bilərsiniz. Baxın. Bu vəziyyətdə hər an istəyirsinizsə, bax silə bilərsiniz bax bu formada. Siləndən sonra da göstərəcəm sizə. Baxın ki, necə. Bax bura bax. Buranı göstər. Bax bura torpaqlıydı gördün. Bax şampun vurandan sonra bax silirsiniz. Gör necə ağaracaq bax. Gördünüz? Bax belənsə bax hər bir yerini özünüz ustaya da etibar eləməyin. Çünki usta eləyəndə baxırsınız ki, sürücü deyir ki, ora niyə belə elədi, buran niyə belə elədi, buran niyə kobud eləyirsən, buran niyə... Sən buranı yaxşı eləmədin ha? Eləyət, hələ gəlirəm. Bu mühərrikxananı əsasən qurudum. Bax bu vəziyyətdə harada istəyirsiniz, bu biraz da gec quruyur. Özü üçün hansı hissələrini istəyirsiniz, əlinizdən bir-bir bunları təmizləyəcəksiniz. Bax bu formada. Burada. Məncə yetərlidir. İndi baxın görün. Belə eləmək yaxşıdır, yoxsa gedib moykalar, yuyucularda şırnaqlı su vurub elektron hissəsini körləmək lazımdır. Buralarını da silim.
Elə xidmət harda var? Hər yerdə. Belə. Hazırdır. Xeyirli uğurlu olsun. Bundan sonra inşallah ki bunun üzəri hani qapağını. Qapağını da getir. Qapağı yoktu. O 207. Hə, Çilin də yadından çıxıb buna bir dənə qapaq qoy bağa. Görürsün, bax, buranın qapağın yerlərini də qoyub ki, birazını özüm qoysam onu, bahaya başa gələ bilər. Oradan Yapon, oradan Almanlar mənə gülər. Deyirlər ki, sən nə baha satırsan bunu. Ucuza gəlmək üçün bax bunları, amma altı zaştikində sizə götürəm ki, altı zaştikini qoyur. O altı zaştiki var. Mühərrixana zaştikin yerləri də buradadır, bax. Gözü bax, mühərrixananın da bax zaştikində bax biri buradadır, biri buradadır. Bunu qoymağa yer var, 2 dənə də bağlantısı, Evet. amma qoymur. Hədiyyə eləyərsən o mənə. Onun da hepsi yok. Alarsan bağlayalım. Belə, diqqətinizə görə çox sağ olun, xeyirli uğurlu olsun. I love you Xankəndə.